Səncə Talehin videosuna şərh yazanlar tərbiyəsizlik eləyiblərmi? Yəni istənilən halda Taleh öz cəmiyyətini, öz millətini tanımırmı? Bir də orada yazıblar ki, verilən pul çox imiş ki, düşünmədən çəkilir video falan filan. Əslində qadının orada hissləri tam təbiidir, amma kişinin hissləri təbii deyil. Qadınları ayırırsan adamlardan. Qadın adam deyilmi? Kimə qarşı tərbiyəsizlik eləmək olar? Azərbaycanda hələ də çox üzr istəyirəm. Ayaq yoluna girəndə, işini bitirəndən sonra suyu çək yazısını görürüksə, demək ki, hələ tərbiyəsizlər çoxdur. Vay. Bir neçə il əvvəl botoksat falan yox idi. Estetiklər, zatlar heç nə yox idi. Qadın nəyə görə yarğılanırdı? Mini yubkasına görə. Aysun. İndi də botoksuna görə yarğılanır. İnsanda nə baş verir ki, tərbiyədən uzaq qalır? Estetik əməliyyatlar bir qadının ya da heç bir kişi də əgər eləyibsə, onun ağlının boşluğunu göstərmir.